90 ilə 270 üçün yazdıq. Bir də var ki, 180 ilə 360 üçün necə edirik? Əgər bucağı biz, məsələn, biraz əvvəl yazmışdım, başqasını yazdım. Şərt deyil onlar olsun. Tutaq ki, sinus 150 yazırıq. 90 ilə yazsaq, 90 üstə gəl 60 yazarıq. Bəs 180 ilə yazsaq nə yazarıq? Yazarıq, sinus 180 çıxılsın, 30 yaza bilərik. İndi belə olanda nə olur? Deyirik ki, əgər 180 üstə gəl çıxılsın alfa və ya pi üstə gəl və ya çıxılsın alfa olarsa, bunun eyni şeyi 360 üçün də yaza bilərik. Onsuz da 360 üstə gəl olanda bölürdük 360-a, qalğı götürürdük. Onsuz da 360-ı silirdik, alfanı götürdük, bəs eləyir. Amma indi rüblərə görə yazacağıq ki, bilinsin, həm də çevirmə düsturuna görə istifadə edirik də artıq biz bunu. Çıxılsın alfa olanda düşür 4-cü rübə. Yazıram bura 2pi üstə gəl və ya çıxılsın alfa. Bundan istifadə eləyiriksə, yəni 180 ilə 360-dan istifadə ediriksə, deyirik ki, ad dəyişmir burada. Ad olduğu kimi qalır. Sinusdursa sinus qalır, tangenssə tangens qalır. Yəni adı dəyişmir. 90 ilə 270-də yer dəyişirdi adı. Sinus kosinüsə keçirdi, kosinüs sinüsə keçirdi. Amma burada dəyişmir. Olduğu kimi qalır. Sonra da baxırıq işarəsinə. Məsələn, bunu yazaq. Sinus 150 yazmışıq. Bərabərdir, yazıram. Sinus 180 çıxılsın 30. Adı dəyişmir. Sinus bu bucağı götürürük, 30 olaraq yazırıq. İndi baxırıq bura. Neçənci rübdür? İkinci rüb. İkinci rübdə sinusun işarəsi nədir? Müsbət. Mənfi deyil. Müsbət. İkinci rübdə sinus müsbət. Müsbət sinus 30 olaraq qalır orada. Başa düşdük? Məsələn, bir başqasını yazım mən bura. Tutaq ki, yazıram bura kotangens 210 dərəcə. 180-dən istifadə edib yazaq. Kotangens 210-u nə yazarıq? 180 üstə gəl neçə dərəcə? 30. Yazdım. 180 üstə gəl 30. Adı dəyişməyəcək. Kotangens 30 olaraq qalacaq. İşarəsinə baxaq. Neçənci rübdür? 3. Üçüncü rübdə nədir kotangensin işarəsi? Müsbət. Müsbət olduğuna görə müsbət kotangens 30 olaraq da qalacaq orada. Və ya bir başqasını yazın. Tutaq ki, yazıram bura. Tangens 330 dərəcə. 360-dan istifadə edək. Nə yazmalıyam? Tangens 360-dan istifadə edək. 360 çıxsın 30. Aha, və bu bərabərdir. Adı dəyişmir. Tangens 30 olaraq qalır. İşarəsinə baxırıq. Neçənci rübdür? 4-cü. Bax, burada verilənə baxırıq. Aldığımıza deyil. Tangens 330 4-cü rüb olduğuna görə işarəsi mənfi olduğu üçün də mənfi tangens 30 yazırıq ora. Aydın oldu. 180 ilə 360-da adı dəyişmir. İşarəsinə baxırıq yerləşdiyi rübə görə. Amma 90 ilə 270-də adı dəyişir. Öz aralarında yer dəyişirlər.